Azərbaycanda nə qədər sözün çəkisini saxlayan, sambalı, mənalı söz deyənlər olsa da, meyxana və rep deyəndə ağla bu da gəlir ki, bu janrlarda narkomaniya təbliğ olunur. Özü də açıq-aşkar. Səncə bu nə dərəcədə doğrudur? Narkomaniya bəşəriyyətin bəlasıdır. Narkomaniya tək replə, meyxana ilə əlaqəli bir şey deyil. Narkomaniya bütün sahələrdə demək olar ki, var və biz də bunun əleyhinəyik. Biz meyxanada narkotiki təbliğ etməyin əleyhinəyik birbaşa. Olur, indi köhnə meyxanalarda olub, amma biz çalışırıq ki, olmasın da. Səncə Rüfət dahi bugün layiq olduğu qiyməti alıbmı? Həmd olsun Allaha ki, əvvəlkə nisbətən xiridarlar daha çox tanıyırlar, daha çox izləyirlər və layiq olduğumuz yerdə elə düşünürəm. Bəs meyxana sənə nələri verdi və yaxud da nələri aldı? Meyxana məndən heç bir şey almayıb, demək olar ki, bir şey də verməyib. Sadəcə mən çalışıram meyxananı bir sənət kimi, folklor kimi təqdim edən xalqımıza, millətimizə.